Qarun və Musa. Qarun və yaxın adamları Musanı ittiham edirlər. Tanrı isə Musanın günahsız olduğunu bildirir. Musanın əmisi oğlu Qarunun gözəl sifəti var idi və Tövratı əzbər bilməkdə Bəni İsrail adamlarının çoxundan öncül idi. Amma o hədsiz şöhrətpərəst, paxıl idi. O dəfələrlə deyirdi, bir halda ki, Peyğəmbərlik Musaya çatıb, qurbanlıq yeri ilə ibadət çadırı isə Harunundur, bəs onda mənə nə qalacaq? Qarun Musa ilə Haruna həsəd abardığı üçün, Bəni İsrail cəmaatının həmişə qanını qaraldır, onların ümumi işlərini pozur, aralarına nifaq salırdı. O öz tayfasının adamlarına pis gözlə baxır, onları təhqir edir, alçaldırdı. Tanrı Qaruna elə sonsuz sərvət bağışlamışdı ki, bir neçə nəfər güclü adam onun xəzinələrinin açarlarını və sərvətlərinin hesab dəftərlərinin yükü altında diz çökürdülər. Amma Qarun isə o nemətə şükür etmək əvəzinə Bəni İsrail cəmaatının yanında öz var-dövləti ilə öyünürdü. Onun sevinci, şadlığı mal yığmaqda, qızıl gümüşünü artırmaqda idi. Bəni İsrailin açıq fikirli adamları Qarunu bu xoşa gəlməz adətindən çəkindirməyə çalışaraq nəsiyyətlə ona dedilər, ay Qarun, dünya malı ilə qürrələnib məğrur olma. Çünki Tanrı var-dövlətə vurulanları, şadlığı təkcə sərvətdə görənləri sevmir. Tanrının sənə bəxş etdiyi var-dövləti, cəmaatının yolunda xərclə, bu yolla mənəvi kamilliyə yetməyə çalış. Bu dünyadan qazandığın faydanı da unutma. Tanrının sənə etdiyi yaxşılıqları, onun yaratdıqlarına da rəva gör. Etdiyin yaxşılıqların əvəzində cəmaata minnət qoyma, onları incitmə. Malını, sərvətini fitnə-fəsad vasitəsi, yamanlıq aləti eləmə, çünki Tanrı pozğunları sevmir. Bu malı Tanrı sənə əmanət kimi tapşırıb ki, onun xoşluğu üçün sərf eləyəsən. Necə ki, günəş, ay və ulduzlar Tanrının əmanəti olan işıqlarını onun xoşluğu üçün sərf edirlər. Güllər, çiçəklər də heç bir minnət və azarsız cəmaatı öz gözəlliyi ilə əyləndirir və onlara xoş qoxu bəxş edirlər. Tayfanın açıq fikirli adamları beləcə Qaruna öyün nəsiyyət verməkdəydilər. Amma o, cəmaatın sözünü eşitmir, onların şəfqətlə dolu sözlərinin, hikmətli nəsiyyətlərinin cavabında deyirdi, mən bu sonsuz var dövləti və tükənməyən sərvəti elmimin gücü ilə yığmışam. Tanrı məni bu nemətlərə layiq bilib. Heç kim mənim malıma sahib ola bilməz. Kimsənin də haqqı yoxdur ki, bu barədə bir söz desin. Qarunun səhvi bunda idi ki, elmin mal toplamaqda və ticarət etməyi bacarmaqda görür, amma elmin keçmiş xalqların həyat yolu və tarixi olduğunu bilmirdi. O qızıl yığmaq elmini yaxşı bilirdi, amma bütün bildiklərinə baxmayaraq, Tanrının çox-çox əvvəllər ondan da güclü, varlı adamları təkəbbürlərinə, paxıllıqlarına, həsədlərinə görə ölümün pəncəsinə tapşırdığını bilmirdi. Qarun öz yersiz qürurunda qaldı. Bir gün özünü ən gözəl paltarla, ən nəfis cəvahirlə bəziyib, böyük bir atlı dəstəsi ilə təntənə ilə yola düşdü. Onun məqsədi bu idi ki, əzəmətliyini, böyüklüyünü cəmaata göstərsin, yazıq adamları özünə tabe etdirsin. Qarunun bu dəbdəbə və cəhcəlalının tamaşasından zahiri gözəllik vurğunlarını, saadəti var dövlətdə sayanların gözləri qamaşdı və aləlvan cəvahirlərin parıltısından ürəkləri əsim-əsim əsdi. Onlar ixtiyarsız dedilər, kaş bizim də belə var dövlətimiz olaydı. Görün, Qarun necə xoşbəxt adamdır. Amma həyat həqiqətlərindən xəbərləri olan, hər şeyin gerçək dəyərini yaxşı bilən açıq fikirli, alim adamlar onların cavabında dedilər, vay sizin halınıza! Qarunun sərvəti zülm və itaətsizlik mayasıdır. Dindarlıqdan,
xeyrxah əməllərdən yorulan mənəvi sərvət Tanrı yanında onun sərvətindən yaxşıdır. Mənəvi xəzinəni isə yalnız səbirlə, nəfsi öldürməklə qazanmaq olar. Qarunun sərvəti gündən-günə çoxaldıqca onun qüruru, lovğalığı da artırdı. Bir gün Musa Tanrı buyruğu ilə onun malının zəkatını istədi. Qarun zəkatı ödəməkdə simiclik göstərdi. Musa zəkatı almaqda təkid etdikdə, Qarun başqa zalimlar, şöhrətpərəstlər kimi bir hiylə düşündü. O, Musaya şər atıb, cəmaat arasında biabır eləmək fikrinə düşdü. Qarun gecə bir pozğun qadınla söydələşib ona dedi ki, səhər tezdən cəmaatın huzurunda Musadan şikayətlənib onu əxlaqsızlıqda ittiham eləsin. Səhər açılacaq, Qarun Bəni İsrail cəmaatının toplaşdığı yerdə Musaya yaxınlaşıb dedi, məyər Tövratda yazılmayıb ki, pozğun adamı daşqalaq etmək lazımdır? Musa dedi, əlbəttə ki, bu Tövratın hökmüdür. Qarun dedi, elədirsə, sən Tövratın hökmü ilə və öz hökmünlə daşqalaq edilməlisən, çünki filan qadından pozğun iş tutmusan. Musa o qadını çağırdı və ona and içdirdi ki, cəmaatın huzurunda həqiqəti açıb desin. Qadın dedi, Qarun dediyi böhtandır, iftiradır. Onun özü məni öyrətdi ki, Musaya bu böhtanı atım. Amma mən özüm şahidlik eləyirəm ki, Qarun yalancı, Musa isə pakdır, günahsızdır. Qarunun bu fitnəsi və zülmündən sonra Musa ona qarğış elədi və Tanrı böyük bir zəlzələ törətdi. Qarun öz sarayı ilə birgə yerə batdı. Dünən Qarunun şöhrətinə, var-dövlətinə həsad aparanlar başa düşdülər ki, sərvət ilahiyə yaxınlığın əlaməti deyil. Onlara həqiqəti dərk etdikləri üçün dedilər, əgər ilahi lütfü olmasaydı, biz də Qarunun ardınca getmiş və onun gününə düşmüşdük.